65 yaşında pensiya alan bir xala axtarıram da, yəni nənə. Gəlsin həm ev pulu kirada qalan ev olmayan. Gəlsin burada yaşasın, mənim baxsın, o mənə analıq eləsin, mən də ona balalım. Yəni gəlsin yaşasın da elə bir evə pensiya sınalı evə verdin. Hiç neye hevesim yok ya. Mən evdə yemək pişirmirəm, mən. Allah'ım olsun. Mənim taylarımda yapaq dolması, sipajı, bir kalpasalarda qalmışam. Yok, ben bunu böyle yiyemem. Bunu kızartacağım. Yumurtadan vuracağım onun üstüne. Gelmemiş aklımın kızına. İş bir şey böyle iş. Üç gün bir tane araya bakalım.
Vesselam. Biraz sırtıq insanları mən sevmirəm. Bloka atın. Gör aşmıram. Emenli. İndi yıx. Sırtıq maçal kalası. Ne bileyim kimdir? Reklam növləndi. Sevmirəm bir insanlar, uşaqlar. Özündən asıl dönüş etmiyor. Kanserleri bulmuşam, hep bura biraz soğuyur. Ne yazık? Burada nedir? Saadet. Ne olur burada yazılsam. Ne buradaydı? Sucuk gibi pişirdim, aşık var. Kızardı, üstüne de yumurta oldu. Sucuk. Kurtun bağı bırakmışam, yaxşı bırak. Heç nə pişirə bilmirəm. Hə, Saadet, nə olur? Yok, pişir.
Nasılsın? Hmm. Ben qoşulmamışım ajansa. Mənim ajansa heç bir ajansa qoşul deyiləm. O kimdir? Maya yazılar kim? Niye mavi tık almışsan? Niye de mavi tıkı? Şeyde aldım, Instagram'da aldım, her ay 7 dolarını çıkardılar. Her mavi tık ondan olur çünkü. Çok sağ olun. Gör ne olur. Bu mantığı olmaz. Çok sağ olun.
Hadi. Çok sağ ol kızım. Sağ ol Kamil. Berdedeyim. Evimde şimdi. Başta diyor ama. Bakıda evin olmalıdır ki gəlib yaşamalısın. Yoxsa mən durum kiriyə pul döyür, qazı kəsilir, suyu kəsilir. Mən heç kimin evində qala bilmərəm Bakıda. Mən eve nişanlıdan sonra koftamı da çıxardacağım, alt paltarında mayka ilə otururam evdə. İsti olur. Onda rahat olam. Mən kimsənin evinə gedir, orada qısıntı kimi olacağım, rahat olmayacağım. Mən hiylə vərdiş eləmişəm. Ördəklərin qapıda doludur, ördək vaxtıdır, ördək kəsəm, deyirəm ördəyə. Ustam. Elektrik falan içiyor. Allah. Yeyilir ya, hakkında doğru her gün et olmur. Da şöyle gidip et alayım. Ne yersem. Kalpasa doğradım, üstüne de yumurta vurdum. Kızarttım, üstüne de yumurta vurdum. Ne yiyeyim? Arvat olsaydı ama eve et sadalardım, kit olmasa pişir. Ben özüm ərnirəm ta. İstedi canımın əlində qalır. Məcburam ki da gidən bir dənə qoca arvad götürəm. Otağımı bir verəm, qalsın, mada baxsın. Evsiz eşitsin bir qoca arvad. Allah haqqı. Gəlsin, mənə baxsın, evi yığışdırsın, eşiyi yığışdırsın, otursun qalsın orada. Bir 55 yaşlarında.
Nahar cavan kız tapıb evlənmirəm. Evlənməyəcəm, evlənməyəcəm. Bizim şu Allah'ım olsun. Bir dənə arvad tapacağım xala. Məni uşağı kimi çox istəsin. Baxsın, ev eşiyinə baxsın. Elə bir oğul evladıyam. Hani evlənmirəm də bir dənə qadın yoxdur. Her yoldan keçəni salmayacağım, Ali ilahi və 40 yaşındayım. Bildin? Qarpız alandan sonra mən Fanta Cola'ya əlvida deyirəm. İçmirəm. ...55 yaşında qoca deyəndə mən evlənmirəm. Gəlsin mənim evimdə dursun, bana baxsın.
Özü də qalsın da, qalmağa yerini kimsəsiz o qədər elə şeylər var ki. Ət adam evi yemək pişirsin. Mən burada yemək pişirməyə əlinirəm. Bu arvad işlərində mənim canım qutarsın artıq. Hə, qoca qadın yatası deyil ama. Bəqül. Pensiya yalan olsun. O da heç olmasa kömək eləsin də evə qalsın su işığa. Gəlib bütün gün bir şey yiyib yapmayacaq. Güzelsin. Yeni gəlib rahat evdə yatacaq. Pullu xalanı niyə edirəm? Qadan alım pullu xala. Pullu xalanı mən aşk yaşamayacağım. Mən bir arvad axtarıram ki, pensiyada alsın, gəlsin ev eşiyə baxsın. Evdə ikimiz yaşayaq. Alfonsa da mən pullu xala da bilirsən nəyə pul xərcləyir. Bildi, pullu xala o cavan oğlanlara boş yerə pul xərcləmirik. Nəslova yazın ki, yemək yeri qoşur 5 dəqiqəyə. Mən oynatdım Nəslova, yazın ki 5 dəqiqəyə qoşur. Ay kadına pensiya alsın ki, sumusa qazında birini ödəsin, işığı mən ödəyim, töyüğün yemin zadım. İndi mən töyüq kəsəcəm, o da yol təmizləyib yiyəcək. Bir şey də o baxsın da, qazı da ödəsin. Az yerin yanına yazmayın az. Məni alda. Bu dəqiqə sən alacağım. Yalana yazmayın orada. Azerbaycan'da yaşıyorum. Gece ev işleri bilen, güzel yemek pişiren, bahçede tüyük cüce, civciv, hindi, mindi, ördek saklayan işgüzar hanım aktardım.
Tam böyle yesin oldu. Qavlarını yusun. Gələn arvad ev eşiği yığsın, pəncərələri silsin, mənə yemək pişirsin. Yaşasın da evdə. Evi olmayan qoca xanım. Pensiya alan olsun. Gəlsin lan, analıq eləsin. Mən də ona bağlalıq. O mənə analıq eləyəcək, mən də ona bağlalıq. Valla. Qoçaq olsun, artıq elli olmasın da. Mən elliyəm. Yəni, yemək pişirə bilirəm yayı, nə də bir şey. Adam canının əlində qalır. Canının əlində. Stop mother. O ne demektir? Dayanmama. 65 yaş olsunuz. 65 yaşında ağrıq bir nənələr var ki, gəl görəsən. Ev eşiği saxlayır, ev eşiği idarə edir, yığışdırır, süpürür. İstəmirəm Müjganı. Müjganı nə edirəm? Sen hareket edirsən beləsə babaş, köxala gəlsə, sən lap eləcə yerini yiyib yatasın. Lap şusu, az yox çıx yolları gəzəcəm. Çıxıb piyada, maşınımı da atacam qapıya, çıxıb piyada gəzəcəm. Mənim dükanınıza göndərəndə şeydir, sən ərə get, yaxşısı budur. Həqqı. Ay bala, niyə yatmırsan ki şəhəri? Bəs sən niyə yatmırsan? Mən qarpız yedim, indi gedim kəllamotam yatam. Dəstəyim yox, bir şeyim yox. Qarpız yedin? Oturmuşam Saat başqa şey. 3 tamamda. 3 tamamda. Nə ayrımda, yeməyim elədir. 65 yaşında pensiya alan bir xala axtardım da, yəni nənə. Gəlsin həm ev pulu, kirada qalan ev olmayan. Gəlsin burada yaşasın, mənim baxsın, o mənə analıq eləsin, mən də ona balalıq. Yəni gəlsin yaşasın da elə bir evə pensiya sınavı evə verdiyini qalsa verər. Yevəndə alaram ətdən zaten yemək pişirər. Səs kimdən gəlir? Ha? Vəsə. O 65 yaşda xalanın özünə baxan lazımdır. Niyə elə arıq adam var ki, arıq xala var ki, ev eşiği, inək saxlayır, heyvan çürüyür, nə danışırsan? Ya 65 yaşda adamın özünə baxan lazım. 65 adam nə insənsə? Evlən də onunsa. Kimi alın? Əlini qoy al, kimi alırsan? Əlimi Burada qoy hamısı deyəndə ki, mutludur, bir kodlu yalanla mən al, ortada da heç nə yox. indi sən gələcəkdə nə etmək istəyirsən də? Nədən eləmək istəyirsən? Yəni bir kişi olaraq, kişisən də, Ha. bir kişi olaraq gələcəkdə özün üçün nə fikirləşirsən? Heç nə fikirləşmirəm, qoqa, nə bilim. Ailə qurmaq istəyirəm, arvad olmaq istəyirəm, o da yoxdur. Kəm xanım, mənə gəlib dodağı yekə, silikonlar, milikon, mən her işi istəmirəm, onlar burada yaşayan deyil.
Yox, silikonlu deyəndə ki, indi sən evlənmək istəmirsən. Deyirəm. İndi birindən xoşun gəlmir. Hara çıxıram ki, qaqa kimi də görüm xoşum gəlsin. Xoşum gələn qızların hamısı açıq-saçıqlardır burada. Sinələrini qoyurlar çölə, ancaq jeton fikirləşir, dəstəkçi kişi axtarırlar. Məsələn, hansı yayıncıdan xoşun gəlir? Neyim yani hamısı orada jeton oturur, neyinirəm mən o bəzəm düzəni? Onlardan xoşun gəlir? Yox. Kimdən xoşun gəlir? Onlardan marvad olar, qaqa, olar. Onlardan sənə arvad olmaz. Hə. İndi bilmirəm, indi olar yoxsa olmaz onu bilmirəm mən. Deyə bilmərəm bu haqda mən bir söz. Onun fikir deyə bilmərəm. İndi bir kişi olaraq sən gələcəkdə evlənmək istəyirsən, yoxsa evlənmək istəmirsən? Gələcəkdə deyəndə bu dəqiqə evlənmək istəyirəm. 50 bir dənə qıza qoy, kənd xanımıdır, kənd qızıdırsa, bax bir dəqiqə gedirəm alam. Çamadanını götürsün, gəlsin, heç nə almasın. Heç nə, cehiz, heç nə lazım yox. Hə, çamadanını götürsün, gəlsin. Gəl mən səni Cehiz almaq evləndirim. istəsə, o pulun versin mənə. Mən maşınımı satıb üstə qoy maşın alacağım, da kravatsadan şey var da. Nə? Cehiz almaq istəsə, o cehizin pulunu versin mənə, mən də maşınımı satım. Nəydi o? Çaqqal maşını var, çaqqaldı nədir? Ondan alım. Hə. Ondan alım və salam. İndi mənə qulaq as. Məsəl üçün indi sən tutaq ki evlisən. İndi kişisən də, evlisən. İndi evə gəlirsən, görürsən ki yemək hazır deyil. Neyniyərsən, nə deyərsən? Deyəcəm ay arvad, niyə yemək pişirməmsən? O nətər arvaddır ki, o bilir ki ər evə gəlir. Yox, indi kişi kimi, indi sənin bir kişi kimi reaksiya nətər olar ona? Təpinəcəm üstünə, deyəcəm sən niyə yemək pişirməmsən? Mən evdən evə gələm, ac döləm. Arvad nəyə gəlib evdə? Arvadın işinin adı nədir? Ərinə baxmaq, ev eşi idarə eləmək. İndi həmin o şeyi bir dənə coşada bilərsə o nətər deyə bilər? Yox. Necə yəni? Nətər göstərməz də. Yox, indi kişisən, evə gəlmirsən, görürsən ki arvad yemək pişirməyib, sulda yemək yoxdur, acından da ölürsən. Bəs sən indi tutaq ki, indi sən gələsən ki, arvad yemək pişirməyib, onda sən ayırarsan, olmadı deyil. Deyirsən, 9 bal güzünə zəlzələ deyəcəkdi. Yeməkdən ötürü. Yox, 9 bal güzünə zəlzələ deyəcəkdi. Dağdasan evi. Yox, niyə dağıdıram ki evi? Böyle 9 bal zəlzələ bizə nə deyib dağ? Bina dağ. Hazırlanacaq, biz həyat yoldaşımla götürürüm, gedərəm qəşəng restoranda oturub yemək yeyəcəm. Yeməyə görə arvada söz deyərlər. Ona görə səninlə heç kim evlənmir də. Mənə niyə görə restorana getmədin? Nə, sən arvadıyla yemək pişirməyə çıxarmısınız? Arvadına olur restorana getmək nə də? Restorana gedəsən 1-2 dəfə. Mən bəlkə qazan yeməyi yemək istəyirəm, ev yeməyi yemək istəyirəm. Gəl otur ye orada. Gələndə al. Nətər gələndə al? Mən ət qoyuram çala, 2 kilo ət alıram ki, arvadda öyle ekonomiya. Bir dəfə dolab pişirsin, bir dəfə katlet pişirsin. Xalq sənin üçün qız böyüdür ki, mən niyə gəl evdə ac olmalıyam? Özün pişirməlisən. Niyə arvad nəyə gəldi? Yaxşı arvad. O əvvəllər idi, elə şey yoxdur. Əvvəlləri mən keçmiş istəyirəm pa. Keçmişdə qaldı, yollar indi zırq da yoxdur. Nə pişirdilər onu yeyirsən. Olmadı zıqqıma get ölüyə. Elə bir şey yoxdur. Sən səhvsən pa. Arvad mənə baxmalıdır, dırnağımı da tutmalıdır, paltarımı da geyindirməlidir, ayaqqabımı da şutqalamalıdır. Biz də babadan nənədən elə görmüşük. Sənin dırnağı var, niyə tutur? Ayaq dırnağımı arvad tutmalıdır, mən tutmuş arvadım deyil. Elə sən ən yaxşısı 65 yaşda bir dənə xalaya pul ver, gətir evə. Mən niyə pul verirəm? Özüm ölüm, sənə, zırt da heç kim gəlməyəcək. Gəlməyəcək, gələcək ki, ay Nəsirov. Sənə. Mən qız olsam, qızımla sənə kimi kişiyə gəlmərəm. Mən qız olsam, sənə kimi kişiyə gəlmərəm. Niyə gəlmərsən ki, sənə lazım? Külümü qoyub sənə kimi kişinin təpəsindən. Niyə? Mənə dırnatma çağırırsan sən? Nədə? Külümü qoyub sənə kişi təpəvə. Mənə dırnat tutmaq üçün çağırırsan sən? Bu elə bəs uşaq da olacaqdan ha? Uşağa da baxasın. Uşağa baxacaq. Uşağa baxmayla baxacaq anadır. Ana uşağa niyə baxmasın? Daha sənin dırnağını tutacaq. Nə olacaq dırnağını tutacaq? Ərim də öyle. Mən də sağ qırmızı xalat alıb giydirəndə yaxşıdır onda. Qırmızı xalat qaldı keçmişdə. Qırmızı xalatı giyinəm. Yaxşı, mən sən onda yufqa paltar onda yaxşıdır. Sən mənə bir dırnaq tutmayasın. Yufqa adam uzarvadanın yufqa ala. Niyə almır ki? Yox, onda o yaxşıdır onu alanda. Sağ yanında yaxşıdır. Parikmaxıra icazə verib pul verəndə yaxşıdır. Mənə bir dırnaq tutmaq pisdir. Özdə əyri.
İndi başa düşdümü, indi mənim yaraşıqıma gələcəklər də, indi evlənəcəklər mənlə. Onu bildim. Sən nə evə gələcəklər? Ne mənim yaraşığıma ne olur ki? Saçın başım uzanıqdan ha. Sen darayıb oturmuşsan orada ama mənim indi uzanım. Arada bərbərə getdi. Arada kişi kimi özünə bax da. İstüdyoda kardeş canımızın elində qalmışıq. Nə canım, arada get bərbərə. Bərbər yoxundursa mən valla qardaşlarım var, dostlarım var mənim Bərdədən. Zən vurum sənə aparsa saçlarımı qıxdırar səni. Qadın yazır ki yaraşığa getmir. Deyir burada mənim canımda yazır. Diyan partladın mı de? Ki, onun 100 para 65 yaşı var, özünü soğuşturmanı yer axtarır o. O özünü bu saat soğuşturmanı yer axtarır. Ucu son ümidi sənin yayınında, gəlib sənin yayında yazdır onu. Biz nə qayırıq? Yaşa, Nağarab, gəlmişəm sənin dərdivi sərvi dinləməyə. Yox, indi sən elmə ərə gəlmişsən də tutaq ki indi. Hə, oturmuşuq indi. Nətər, mən sadəcə nətərsən? Necə yəni, mən sənə ərə gəlmişəm. Tutaq ki, sən mənə ərə gəlmişsən. Yox. Mən kişiyəm, sən qadın. Yox, mən qadın haqqda. Nasıl sevdiğimi Haydi söyle, düşler haydi söyle. O. Elinde işte o. İşte o, başlar buna. Baboş, mən sənə nə deyirəm, zarafatsız. Gəl səndən 2 dəqiqə oyun oynayacağım. 2 dəqiqə oyun. Amma nə oyun oynayacağım, nə cəlası oynayacağım bilirsən? Yemişəm, ağırlaşmışam biraz. Dəb kimidir də, ağırlaşmışsan Teymurli, onu boşaltmaq lazımdır. 5 dəqiqə yox, belə 10 dəqiqə. Vaxt qoyarıq 10 dəqiqə. 10 dəqiqə səni idman elətdirəcəm. O yediklərimi boşa sonra get yat. 3 oyununda. 3 oyun. 3 oyun oynayacağım səninlə. Amma kişi kimi vuracaqsan ha. Bir dənə də şans olsun da, şans da verərsən. Yaxşı, bir dənə şans da eləyərəm. Amma idman dərsi keçəcəm sənə. Hə, yaxşı. Mən biraz ağır idman dərsi keçirəm ha. Yaxşı, yaxşı. 1.50 jim vurma, 1.50 jim vura bilərsən? Baxacam da indi. Bir əlim belə arxanda olacaq, bir əlində yerdə jim vuracaqsan. Bir əlin Yaxşı. arxada olacaq ha. Olsun. 3 dənə gilə jim vuracaqsan. Bir əlin arxada, bir əlin qabada. 3 dənə gilə jim. Yaxşı, nə deyirəm ki. Razısan da yəni. Razıyam. Mənim cəzam bəs. Sən cəzanda töyük olasın. Kukul deyəsən. Kukul. Nə var burada? Nə qıtır deyəsən. Niyə nə var ki? Kukul Mən deyəsən. nə cəza olsun. Mən də udursam jim vuracağam. Yox, mən sadəcə cəza verməm ki, mən səni udmalıyam. Hə, qokul deyəsən, başqalarına qokul deyəsən. Niyə? Deyəsən 400 da oynayanda. Sən də Şaban kimi 3 dəfə mö eləyəsən. Hə, mənə kişi cəzası ver, mən sənə kişi cəzası vermişəm. Kişi sən adamsan, adam balasısan. Nə olsun ki, o da ona sevdiyi qız ona Şabanda O Şabandır, mən Nəsir o. Nə olsun ki, Allah rəhmət eləsin. Şaban Allah rəhmət eləsin, dəyərli aktyorumuz, Türk dünyasının dəyərli adamsan, adam balasısan, mən sənə kişi kimi cəza vermişəm, sən mənə kişi kimi cəza ver. 3 dəfə mö eləyəsən, orada nə var ki? Sən mənim məqsədin Allah haqqı ayrıdır, mən o deyiləm, sənin başına. Mö eləyəsən, orada nə var ki? Ay baboş, gedərsən onu 4-də oynayanda o cəzaları Bina verərsən. evində qalsan da sən elə indi. Yox, mən şeydə qaldım, bağ evində. Hə, sən can bina evində qalsan. Yox, valla bağ evidir. Niyə bağ evində qalırsan ki? Bağ evi götürmüşəm özüm üçün. Baxım onda, bax. Necə baxa Pəncərədən. bilmirəm də, indi başqa adamlar var bağ evində. Yalanlar, bina evidir, sən bağ evində. Sən də qəşəng blokdan qaz girişi ilə əlin boynunun dalında çıxasan. Hə, adamsan, adam balasısan. Adamam, bəli adamam.
Ben de Qaz say yerişi idman mənə heç cəzası kim verirəm. verdirməyib. Sen Qaz de yerişi nədir? gaz yarışında o plakeni bloktan çıkarsan. Mən heç elə qaz yerişində yeriyən deyirəm. Gecən saat 4-də vurub buradan eləsinlər mənim balkonda. Ey, danışır qaz yerişi. Ya Bir də orada zıdman eləyirsən. Arkadaş kişi deyilsən sən. Kişiye. Kişi kimi cəza ver də mənə. Bu nədir? Ben de sana kim cezalım bunu gaz yarışı. Qaz yerişi nədir? İdmandır. Gecə saat 4-də nə qaz yerişi? Deməzlər dəli olub bu düşün bloklara bir qaz yerişi yeriyir. Onda ilan kimi sürünəsən. Allah'a and olsun sənin indi mən Çıkmayınca unutma ki dünya fani, veren Allah alır canı. Ben nasıl unuturum seni can bedenden çıkmayınca. Onda yaxşı. O daldan qoyarsan da belə qurbağa kimi hoppanarsan, elib hoppanarsan. Vəssalam, ta cəzan odur. Buradan onu belə əlini belə əyləsən ayağına, belə hoppanarsan qurbağa kimi oysa vəssalam. Qurur eləyəsən. WhatsApp-a bir dənə bas sənə səs atıram. WhatsApp-a. Aslında bir Bura gəl, atmadım da o səsi sənə, sildim o səsi. Gəl bura. Mənə xahiş edirəm normal cəza ver. Xahiş edirəm. İkimiz də kişi. Sən özünə kişi demirsən? Yox, mən sayıdman cəzası verim, mən özümü uduzdura bilmərəm. Mən də sayıdman cəzası vermərəm ki, mən də Başa düşdüm, sən... O qardaş, mən səni kişi bildim, kül mənim bu başıma səni kişi bilmişəm. Sənə kişi kimi cəza vermişəm. Sən də ver mənə də. O qardaş, mən bunu çıxardıram o yoldan, deyirəm bu yola gəl, bu yenə girir o yola. Sən də çiğ kartof ye onda. Çiğ kartof yiyərəm, udursam çiğ kartof yiyərəm. Niyə yiyərəm? Qabığını soyub yersən, razısan? Qabağını soyub çiğ kartof yiyərəm, niyə yemərəm? Yaxşı. Yiyərəm, baş üstə, heç problem yoxdur. Mən də yersən. Getdik. Sən udursan 3 dənə jim vuracaqsan, 3 dəfə 1.50. Və onu vuranmasam nətər olacaq? Vurmalısan da qardaş, cəza da qəbul eləməlisən. Gəl, getdik.